Bugün haqqında danışacağımız stansiya Qırmızı xəttin sonuncusu Həzzi Aslanovdur. Bura 2002-ci ildə istifadəyə verilib. Qoşularda bu zaman pıçıldaşır astada, qoşularda bu zaman pıçıldaşır astada. Eşsinə də bu qədər 2002-ci ildə istifadəyə verilən stansiyanın memarları Akif Abdullayev, Nazim Vəliyev, Rasim Əliyev və Konstantin Sençixindir. Bir məqamı da diqqətə çatdırım ki, stansiyanın ümumilikdə 4 giriş-çıxışı var. Həzzi Aslanov 2 dəfə açılışı olan stansiya kimi də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü il iyul ayının 7-sində keçirilib. Stansiya 2 dəfə Sovet İttifaqı qəhrəmanı olan Azərbaycanlı general Həzzi Aslanovun şərəfinə adlandırılıb. Həzzi Aslanov 1910-cu il yanvarın 23-də Lənkəranda anadan olub. O ilk hərbi təhsilini Bakıda yerləşən Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində alıb. Təhsilini Leningradda davam etdirən Həzzi Aslanov 2-ci Dünya müharibəsi illərində tank polkunun komandiri kimi xidmət edib. Çətin və təhlükəli olan ərazilərdə düşmənin yüzlərlə tankını məhv edən general 1945-ci ildə Litva yaxınlığındakı döyüşdə qəhrəmancasına həlak olur. Həzzi Aslanov göstərdiyi qəhrəmanlıqlara görə bir çox orden və medallarla mükafatlandırılıb. Gəldi hicran, ayrıldıq, aman, ay işığında, ay işığında. Stansiyaya çatan qatarlarda sözləri Zeynal Xəlil, musiqisi isə Qəmbər Hüseynliyə məxsus Ay işığında mahnısından fraqment səslənir. Ayrıldıq aman, ay işığında, ay işığında. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün sizlərə Qırmızı xəttin sonuncusu olan Həzzi Aslanov stansiyasından xəbər verdik. 28 may istiqamətindən gəldiyimiz yolu indi geriyə qayıdacağıq. Sıra yaşıl xəttədir. Hələlik.